Fındıq qabığının möcüzəvi faydaları haqqında məlumatım var. Yoxdursa videoya diqqətlə qulaq as. Birincisi, fındıq qabığı bədəndən ödəmi atmaq üçün çox mükəmməl vasitədir. Hansı ki, günlük rutin şəklində istifadə edildiyi zaman bədəndə olan bütün ödəmi atır. İkincisi, qanda olan toksit maddələri təmizləyərək həm qaraciyərin fəaliyyətini, eləcə də böbrəklərin fəaliyyətini yaxşılaşdırır. Çünki böbrəklər gündə 160 litrə yaxın qan təmizləyir. Üçüncüsü, həzm fermentlərini artıraraq mədə-bağırsağın işini rahatlaşdırır. Xüsusən də həzm problemləri olan insanlara mütləq istifadə etməklərini tövsiyə edirəm. Dördüncüsü, bədəndə olan xolesterolu tənzimləyir. İndi gələk fındıq qabığını necə istifadə edəcəyik, onu izah edəcəm. Amma əvvəl ekrandakı ürəyi qızardıb profilin üzərində olan pil işarəsinə toxunun ki, video hər kəsin qarşısına çıxsın. Deməli, 1 litr suyu götürürsünüz, 20-30 ədəd fındığı yaxşı yuyub atırsınız 1 litr suyun içinə. 20 dəqiqə qaynatdıqdan sonra 20 dəqiqədə dəmlənməyini gözləyirsiniz. Gündə 2 dəfə səhər axşam yeməkdən sonra 1 stəkan içirsiniz və möcüzəvi faydalarından yararlanırsınız. Bu cür faydalı videoların davamı üçün məni takip etməyi və bu videonu sadaladığım problemlərdən əziyyət çəkən dostunuza, qonşunuza göndərməyi unutmayın. Və ən əsası, sağlamlığınızın qeydinə qalan əzasınız bal oğlanla daima sağlam qalın.